Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri Mərdəkanda Cem Marketin yaxınlığından salamlayıram. Açıq ürəklə, gözəl bir təəssüratda bu bağı sizə təqdim edəcəm. Ev 4,5 sotun içərisində inşa olunub, şəxsi inşa olunmuş bir evdir. Biz hal-hazırda evin həyətindəyik. Həyət maşallah, gözəl, qəşəng, səliqəli, meyvə ağacları orada, yaşıllıq, güllər, sarmaşıq güllərdir, hamısı söhbətgahın qarşısına. Qeyri-adi bir proyekt inşa olunub burada. Fasad içində kərpiclərdən istifadə olunaraq tikilib, evin özü, yerdə qırmızı kərpiclər döşənib, hansı ki ayaq altına. Sol tərəfdə 2 maşınlıq qaraj, avtomatik olaraq darvazası, yanında hamısı sarmaşıq güllərlə, həyətdə bir dənə sanitar qovşağı, 5 metrənin 10 metri olan filtrli hovuz. Evin qarşısına keçəndə mən sizlərə göstərəcəm, keçin bu tərəfi də göstərim. 4,5 sot, 150 kvadrat evin ümumi yaşayış sahəsidir. Ora yataq otağıdır. Yataq otağıdır. Yataq otağından düz bura keçid var. Burada da bir veranda inşa olunub, oturub dincəlmək üçün. Evin arxa hissəsində. Ev bir daha söyləyirəm, 4,5 sot, 150 kvadrat, qiymət isə bugünkü gündə 455 min manatdır. Bu qiyməti ev sahibi deyib. Ev sahibi. Suvarma sistemi, hamısı avtomatik olaraq suvarmadır. Baxmışam, işlək vəziyyətdədir. Piyada keçid qapısı var, bir dənə də oradan qaraj qapısı var. Sağ tərəfdə evin ümumi giriş qapısı, keçməmiş sağ tərəfdə isti döşəməylə təmir olunmuş, daxilində belə necə deyirlər, çil kərpiclə də, belə kənddə o kərpiclərdən evlər tikilir. O kərpiclə tikilmiş bir manqal, gözəl də manqaldır. Sonra burada 2 gözlü qaz sobası, paltar yuyan maşın, su hövzəsi qoyulub. Bura isti döşəmə, cam balkondan təmir olunub. Bu ev bugünkü gündə bir daha söyləyirəm, 455 min. Çox qeyri-ayrı proyekti var. Hündür tavan girən kimi, orada hətta əşya yığmaq üçün yer də buraxılıb. Çox da qəşəng görünür, əziz izləyicilərimiz. Sağ tərəf mətbəx otağıdır. Mətbəx otağının tam mərkəzində bir dənə adadır. Adanın altı hamısı dolablar, bir də ki, burada qab yuyan maşın var. Sonra sobalardır, qaz sobasıdır. Burada deməli 5 gözlü qaz sobası var, böyük bir aspiratoru var. Soyuducu yerləşdirilib, bir də televizori buradadır. İsti döşəmədir. Həm bura, həm də bura. Otaqlar isə hamısı atoplen sistemindən təchiz olunub. Bu birinci yataq otağıdır. Yataq otağının daxilində bütün nə lazımdırsa varıdır. Evin arxasında, buradan görürəm, burada arxaya keçmək olur. Kombi aparatının yeri qoyulub. Dolabı var. Bəh, nə gözəldir. Ümumi sanitar qovşağı tam mərkəzdə, evin tam mərkəzində ümumi sanitar qovşağı, bir dənə həyətdə sanitar qovşağı. Bu da geniş, böyük bir yataq otağı. Hündürlüyü də var maşallah. Dolab, yataq dəsti və möhtəşəm bir sanitar qovşağı. Buradan vanna qoyulub, birbaşa ora görünür. Çox geniş və böyük bir vanna otağıdır. Keçək. Gəl gedək. Sizə qonaq otağını göstərim. Qonaq otağından da bir dənə də orada balaca, maşallah, geniş, böyük bir qonaq otağı var. Bir dənə stol aç burada, 50 nəfər. Bütün əşyalı satılır ha. Bütün əşyalar qalır. Burada da bir dənə balaca otaq var, istirahət üçün. Buradan da birbaşa çölə, verandaya çıxışı var. Baxaq, bax, əziz izləyici, buradan da bu verandaya çıxışı var. Çox sağ olun, bizi izlədiyi üçün, bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.